Bu videodan sonra artıq qalan mürəbbə şirəsini əsla atmayacaqsınız. Çünki ondan çox ləzzətli, pambıq kimi yumşaq bulkalar hazırlamaq olar. Bir qaba 200 ml stəkanla 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 10 qram, yəni 1 paket instant maya, 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. 200 ml stəkanla 1 stəkan istənilən mürəbbə şirəsi, 100 ml duru yağ, 2 ədəd yumurta, 1 çimdik duz əlavə edib yenidən qarışdırırıq. Və indi isə 8 stəkan unu ələkdən keçirdirəm. Unu hissə-hissə əlavə edin, çünki markasından asılı olaraq miqdarı dəyişilə bilər. 2 paket vanil də əlavə edib yumşaq və birazca da ələ yapışan bir xəmir yoğururam. Sonda xəmirə bir dolu xörək qaşığı yumşaq kərə yağını əlavə edib yaxşı-yaxşı yoğururam. Xəmirin üzərini örtüb 1 saat isti bir yerdə mayalandırıram və 1 saatdan sonra gördüyünüz kimi necə gözəl bir xəmir alınır, yumşaq. Demək olar ki, heç ələ də yapışmır. Amma hər ehtimala qarşı masaya biraz duru yağ əlavə edib masanın üzərində də xəmiri yoğururam ki, havası çıxsın, maya qoxusu gəlməsin. Xəmiri 20 hissəyə kəsirəm, yəni 20 kündə edirəm. Mən kündələri 100 qramla götürmüşəm. Kündələr soba listinin üzərində də 20 dəqiqə qalır. Daha sonra bir yumurta sarısına bir xörək qaşığı süd əlavə edib üzərinə sürtürəm və küncüt də səpib 180 dərəcəli isidilmiş sobada 20-25 dəqiqə ərzində bişirirəm. Baxın necə gözəl, sözün əsl mənasında pambıq kimi yumşaq bir bulkalar alındı. Heç inanmazdım ki, mürəbbə şirəsi ilə belə gözəl bir bulkalar alına bilər. Və əlbəttə ki, bu bulkaların yanında keyfiyyətinə hər zaman güvəndiyim şirin suyla çox ləzzətli, pürrəngi bir çay dəmləməsəydim olmaz idi. Mənim səhifəmin adından müraciət edib sifariş eləyənlər ilk sifarişiniz pulsuz olacaq. Bu təklif heç yerdə yoxdur, odur ki, faydalanın. Bu arada belə gözəl reseptə görə də Kəmalə Kərimliyə təşəkkür edirəm. Səhifəsində bu resepti gördüm və sınadım. Çox bəyəndim, siz də mütləq sınayın. Əgər videomu bəyəndisə like edib kanalıma abunə olmağı da unutmayın. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Özünüzə yaxşı baxın, hələlik.